Bizim əsas məqsədimiz odur ki, insanlar bura gəlsin, sağlam və düzgün qidalansınlar, şəfalarını burada tapsınlar, gözəl abu-hava, gözəl sağlam qidalar və təbii ki, burada biz mütəmadi müxtəlif seminarlar keçirəcəyik. İstəyər mənim, istəyər digər peşəkarların burada seminarları olacaq. Bu seminarlar da insanları maarifləndirəcək, düzgün düşüncə, pozitiv düşüncəyə doğru istiqamətləndirəcək. Və bir məqamı da burada vurğulamaq istəyirəm ki, mənə bu proyekti deyim, mən buna bir proyekt kimi baxıram, məkan kimi yox. Bu proyekti mənə dəstək olan bütün insanlara, istəyər dostlarıma, istəyər əzizlərimə, bütün məni bu dəqiqə, burada mənimlə burada olan insanlara hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. Çünki bu doğrudan da böyük bir zəhmətdir, amma əsas odur ki, o zəhmətin arxasında böyük sağlamlıq var, insanlara şəfalandırmaq var, insanlara faydalı olmağımız da əsas məqsədimiz. Odur ki, hər kəsi bura dəvət edirəm. Kim ki şəfasını, gözəlliyini, sağlamlığını, gözəl düşüncələri tapmaq istəyir, hər biri burada bizim gözəl məkanda bunları tapa bilər. Güzel görüntüleri buraya görürüz birlikte. Deməli, hər bir bizi salamlayıram. Bugün mən burada, mənimlə bərabər olan əziz insanlarım var və bu yolda mənə dəstək olan hər kəsə buradan təşəkkür edirəm. Əzizim Kamran, mən istəyirəm elə əziz dost sevgi vasitə başlayaq bu gözəl günümüzü. Mən ürəkdən təbrik edirəm Şəfa xanımı. Çoxdan olan arzusunu yerinə yetirdi. O gün olsun 10-cu filialımız açılsın, 100-cü filialımız olsun, Qarabağımızda filialımız olsun. Ona görə hər kəsi bura dəvət edirik. Və inanırım ki, burada insanlar nəinki kökəlmə, daha da arıqlayacaqlar və həmişə formada və gözəl olacaq. Ürəkdən təbrik edirəm, xeyirli uğurlu olsun, davamlı olsun. Şəfalı həyat, zaten ismi özünü belli edir ve gösterir. Şəfa xanım zaten uzun illərdir bizim xanımlara öz gözəl fikirləriyle, öz dəstəyi ilə kömək edir və bizim xanımların hər biri gözəldir, hər biri qeyri-adidir. Amma bu məkanın açılışı ilə onlar üçün daha da böyük bir fürsət açıldı və onlar burada ən azı doğru qida ilə bəslənəcəklər. Burada çox gözəl bir həmsöhbət olacaqlar. Şəxsən mənim seçimim haradır? Əlbəttə ki, şəfalı həyat. Özünü çok sevirəm və çox qürurluyam və ayrıca çox sevincliyəm ki, bizim gözəl xanımlarımızın bax belə yeni, gözəl və ən əxsusda ki, xeyirli bir məkanı açıldı. Təbrik edirəm sizi. Şəfa xanım orada varsa, demək ki, hər şey cəsikdir, hər şey gözəldir, özəldir, möhtəşəmdir. Artıq mən bu şəfalı həyatla demək olar ki, tanışam, möhtəşəmliyinə özüm də valih olmuşam. İndi isə açılışa gəlmişik.
Mənə gəlir hər şey çox gözəldir və böyük-böyük nailiyyətlər və fəaliyyətlər arzu edirəm bizim gözəl Şafaq xanımıza. Çox xeyirli olsun, mübarək olsun. Sevinirəm ki, belə sağlam qidalanma üçün belə bir məkan açıldı. Ona görə təbrik edirəm və bu günləri də bu məkanda olmaq da məni sevindirdi. Mən sevinirəm ki, gözəl insanların işləri böyüsün. Şəfaq xanım illərimizin Şəfaq xanımıdır. Daimi iş başındadır, daimi hərəkətdədir. Onun yəni gözəl dietoloq olmasını artıq hər kəs bilir. Bunu verilişlərdə, yəni tamaşaçılar da görürdü. Pasiyentləri var, faydalı yeməklərini hazırlayır. Onların həyatlarında onlara stimul verəcək qədər bir enerji verir və artıq zamanı gəlib çatdı ki, artıq öz məkanı olsun və bunu etdi. Və biz də hamımız artıq Şəfaq xanımın gözəl dadlı yeməklərindən, hazırladığı gözəl təamlarından gəlib bax burada nuş edəcəyik. Həm ziyarət, həm ticarət məsələsi, həm burada Şəfaq xanımı görəcəyik, onunla gözəl söhbətlər edəcəyik və həm də ki, onun dadlı yeməklərindən nuş edəcəyik. Şafaq xanım ümumiyyətlə Azərbaycanda nömrə 1 bizdə dietoloq, nutrisioloqdur. Biz də hamı ondan həmişə nümunə də götürmüşük. Həmin yeməyimizi, içməyimizi, oturmağımız, durmağımız hamısı Şafaq xanımdandır. O bizə deyir ki, biz nə yeməliyik, nə içməliyik, necə oturmalıyıq, necə idmanla məşğul olmalıyıq. Biz çox adamlar ətrafında Şafaq xanım ona çox minnətdarıq. Nəyə görə? O bizə qəşəng həyat tərzinə öyrədib. Sağ olsunlar, uğurlu olsun, xeyirli olsun. O gün olsun ki, bu birinci məkan olmasın da, bunun davamı da olsun. Neçə illərdir ki, mən Şəfaq xanımın yanındayam və onun neçə yüz insana o şəfalı əlləri ilə şəfa verdiyinin şahidi olmuşam və artıq onun bir arzusu da yerinə yetdi. Bu təkcə Şəfaq xanımın arzusu deyildi, bu bizim hamımızın arzusuydu ki, elə bir yerimiz olsun ki, daha tez-tez görüşək. Və bu yer həmin yerdir, bugün həmin gündür. Mən Şəfaq xanıma arzu edirəm ki, daha geniş filiallar açsın, nə qədər insanı sevindirsin, ona böyük uğurlar arzu edirəm. İlk növbədə işinin aşiqi, peşəsinin aşiqi və professional olan Şəfaq xanımı ürəkdən təbrik eləyirəm. O neçə illərdir elə düzgün qida ilə də, diyeta ilə mənə həmişə kömək olub və var olsun və nə şükür ki, bugün Şəfaq xanımın öz yeri açıldı və ümid eləyirəm ki, gələn məmnun olacaq. Çünki burada sağlam qida, sağlam içkilər və ümumiyyətlə sağlamlığa aid nə varsa hamısı buradadır. Odur ki, Şəfaq xanım sizi təbrik edirəm. Şahidim ol der külləyim, bəlkə təsəlli tapar səni ürəyim, amma onu sevirəm, ah neyləyim, öyrət ona sən öyrət sevməyim. Əs der külləyim, de söylə neyləyim, mən ona sevgimi necə söyləyim. Əs der külləyim, ol mənim köməyim, de ona sevgimi yandır ürəyim. Əs der külləyim, de söylə neyləyim, mən ona sevgimi necə söyləyim. Əs der külləyim, ol mənim köməyim, de ona sevgimi yandır ürəyim. Aylar ilə döndü, tək diləyim niyə dönmədi? Mənim bu halımı, nə çəkdiklərimi gəlib görmədi. Şahidim ol der külləyim, bəlkə təsəlli tapar səni ürəyim, amma onu
onu sevirəm, ah neyləyim. Öyrət ona sən öyrət sevməyi. Əs, dəli külləyim, de, söylə neyləyim. Mən ona sevgimi necə söyləyim. Əs, dəli külləyim, ol mənim köməyim. De, ona dərdimi, yandır ürəyim. Əs, dəli külləyim, de, söylə neyləyim. Mən ona sevgimi necə söyləyim. Əs, dəli külləyim, ol mənim köməyim. De, ona sevgimi, yandır ürəyim. Sevgilerle ürəyim. Şafak Hanım, şəkillərinizi sonra çəkərsin Şafak Hanım. Əzizim, bütün dəyərli olan qonaqlar, hər kəs meydançaya təbrik edirəm. Əs, dəli külləyim, de, söylə neyləyim. Mən ona sevgimi necə söyləyim. Əs, dəli külləyim, ol mənim köməyim. De, ona sevgimi, yandır ürəyim. Əs, dəli külləyim, de, söylə neyləyim. Mən ona sevgimi necə söyləyim. Əs, dəli külləyim, ol mənim köməyim. De, ona sevgimi, yandır ürəyim. Əs, Vüqar bəyin şərəfinə alqışlar səslənsin, uğurlar sizə. Güzeline sen gülerlerin aksine Dalgalanan saçların temizdi mi? Seni görende dünya dönür tersine Bakışların kalbimde bir izdi mi? Yoksa sevgin uzaktan gelmiş Bana hediyedir semalardan Ah Tanrı seni çıkardı karşıma hardan Gözlerim kadar eşkine Gözlerine bakan oldu Ellerim kadar titreyen Ellerini tutan oldu Seni ben kadar yürekten Söyle ve seven oldu Ben seninle bilmedim o geceleri Bu kadar oldu mu? Gözlerim kadar eşkine Gözlerine bakan oldu Ellerim kadar titreyen Ellerini tutan oldu mu? Seni ben kadar yürekten Söyle ben seven oldu mu? Ben seninle bilmedim o geceleri Bu kadar oldu mu? Seni tapıram yuxulardanca Uyanıram axı toxunandanca Hətrin qalır üstümdə mənim Dayanırsan diye güzgümdə gelip Hara baxıram seni görürəm mən Yarım ömrümü sənə bölürəm mən Kalbini bir sevgi ve yardan Tapdım ben seni hardan Yoksa sevgin uzaktan gelmiş Mənə hediyedir semalardan Axı Tanrı seni çıkardı karşıma hardan Gözlerim kadar eşkine Gözlerine bakan oldu Ellerim kadar titreyen Ellerini tutan oldu Seni ben kadar yürekten Söyle ben seven oldu Ben seninle bilmedim o geceleri O kadar oldu Gözlerim kadar eşkine Gözlerine bakan oldu Ellerim kadar titreyen Ellerini tutan oldu mu? Seni ben kadar yürekten Söyle ben seven oldu mu? Ben seninle bilmedim o geceleri O kadar oldu mu?
qidalanmaq çox önəmlidir və mən əminəm ki, insanlar üçün çox faydalı olacaq. İnsanlar gələcək, düzgün qidalanacaqlar, düzgün yaşamağın tərzini öyrənəcəklər. Uğurlar arzu edirəm Şəfa xanıma. Bugünkü gündə burada iştirak etmək bizim üçün də çox xoşdur. Daha xeyirli, daha gözəl, möhtəşəm tədbirlər burada dua edirik ki olsun və bir yerdə çalışacağıq inşallah ki daha başarılı, daha yaxşı işlər görək. Çox insanların arzu etdiyi bir məkan idi bu məkan. Axır ki biz bu məkanı çox açdıq. Xanımları, beyləri biz öz məkanımıza dəvət edirik. Əziz xanımlar, hər birinizi xoş gördük. Bu günlərim doğrudan da şəfalı bir həyatdayıq. Hamımızın sevə-sevə mən bilirəm gələcəyimiz bir yer olacaqdır. Şəfalı klub. Mən çox sevdim. Baxmayaraq ki uzaqdaydım, Qarabağdaydım, amma bunu eşidəndə sevə-sevə gəldim. Çünki bilirəm ki Şəfa xanım hansı sahədə addım atsa uğurlu olacaqdır. Xanımlarımızın belə bir yerlərə, məkanlara ehtiyacları var. Nəyə görə? Çünki biz qadınlar bəzən ürəyimiz istəyən yerlər olsa da, amma ora dostlarımızla rahat şəkildə gedə bilmirik. Şəfa xanımın bu məkanı həm rəfiqələrimiz üçün, həm dostlarımız üçün, həm bizim özümüzün sağlamlığımız üçün doğrudan da bir gözəl məkandır. Qadın enerjisi Allahdan verilən çox ali bir enerjidir, yaradıcı gücə malik bir enerjidir. Qadın enerjisi daim axıcı bir xasiyyəti var, yumşaqdır və qadın enerjisinin yumşaqlığını həmişə qorumağa çalışmaq lazımdır. Çünki qadın yaradandır, qadın uşaq dünyaya gətirir, qadın incəsənət yaradır, qadın əli ilə, düşüncəsi ilə yeniliklər yaradır. Və bu yaradılışın baş verməsi üçün həmişə ilahidən bir güc gəlməlidir. Qadın o gücsüz onun heç birisini eləyə bilməz. Ona görə də mən xanımlarımıza məsləhət görürəm ki, həmişə düşüncələrini özlərinə yönəltməyə bacarsınlar. Azərsüd Evita Gözəlliyi Mərkəzi, Diablonun baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobiliyanın sponsorluğu ilə şəfalı həyat davam edəcək. Azərsüd Evita Gözəlliyi Mərkəzi, Diablonun baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobiliyanın sponsorluğu ilə şəfalı həyat davam edir. Verilişimizin baş sponsoru Azərsüdə təşəkkür edirəm. Mənim əzizlərim, siz də sağlıqlı, təbii, orqanik, keyfiyyətli qidalanmaq istəyirsinizsə, rahatlıqla Azərsüdün bütün məhsullarından istifadə edə bilərsiniz. Baxın, insan var ki, deyir ki, mən pəhrizdəyim, kərə yağı olmaz. Elə mən deyirəm ki, bütün insanlar kərə yağı gündə 30-40 qram yeməlidirlər. Əks halda qarmalar disfunksiya olacaq. Pendir nə edir? Bizim əhval-ruhiyyəmizi artırır, triptofanı artırır, gözəl bizə əhval-ruhiyyə verir və təbii ki, bizi tox tutur. Odur ki, səhər süfrənizi Azərsüdün məhsullarından açın, dadlı, faydalı qidalanın, hər zaman formada qalın. Kimlə? Elə Azərsüdlə. Təbii dad, təbii ki, öz fermamızdan. Verilişimizin baş sponsoru Diabloya dərin təşəkkürümü bildirmək istəyirəm. Mənim əzizlərim, əgər sizdə şirniyyat istəyi varsa və fikirləşirsiniz ki, hansı şirniyyatdan istifadə edim ki, kilo almayayım, gözəl formada olun, o zaman rahatlıqla, mən sizin həkim diyetolog Şəfa Yadigarova bunu rahatlıqla, güvənlə deyirəm ki, Diablonun bütün məhsullarından istifadə edə bilərsiniz. İstəyər vaflilərindən, istəyər konfetlərindən, istəyər şokoladlarından, istəyər kurabiyələrindən, yəni hər biri çox dadlıdır. Şəkər qəti şəkildə yoxdur. Tərkibində yalnız stevia əvəz edicisidir və onu da nəzərinizə çatdırım ki, bu şirniyyatlardan həm şəkəri diabetdən əziyyət çəkən insanlar istifadə edə bilər. Tərkibi 100%li keyfiyyətlidir. Odur ki, güvənlə, rahatlıqla deyirəm, hər biriniz kim ki şirniyyat sevənlər varsa, rahatlıqla Diablonun məhsullarından istifadə edə bilərsiniz. Verilişimizin baş sponsoru Evita Gözəlliyi Mərkəzinə dərin təşəkkürümü bildirmək istəyirəm. Mənim əzizlərim, xanımlar, əgər gözəl formada olmaq istəyirsinizsə, gözəl görünmək istəyirsinizsə, birbaşa siz də elə Evita Gözəlliyi Mərkəzinə baş çəkin. Evita Gözəlliyi Mərkəzində istəyər make-up, istəyər saç düzümü, istəyər gözəl bir formada qalmaq istəyirsiniz, spa, masaj, tay masajı, idman. Odur ki, mənim əzizlərim, siz də Evita Gözəlliyi Mərkəzinə gedin, gözəlliyinizi
bizə biraz da gözəllik qatın. Komandaları peşəkar söz ola bilməz. Nəzərinizə çatdırım ki, Evita Gözəllik Mərkəzində Bialine Jatonun bütün məhsulları satışdadır və bugün Bialine Jaton lifting kremi haqqında danışmaq istəyirəm. Çox möhtəşəm lifting effekti verir. Dəridə olan bütün məsamələri yığır, dərini yığır, göz altı qırışları aradan götürür və çox gözəl bir formada olursunuz. Bir dəfə edəndən sonra artıq gözəl bir nəticə alırsınız. Odur ki, mənim əzizlərim gözəl formada qalmaq üçün Evita Gözəllik Mərkəzinə müraciət edin.